Süni intellektə yalnız səsli mesaj göndərərək layihə qururam 4-cü hissə. Bax, bu gördüyün mənim yaratdığım virtual süni zəka ofisimdir. Baş ofis menecerimdə, hansı ki mənimlə Telegram əlaqəsi saxlayır. Qurmuş olduğum 8 fərqli layihədə 61 nəfər süni zəka əməkdaşı idarə etməkdədir. Bu isə sizlərlə birlikdə qurduğumuz Baku Life layihəsinin əməkdaşlarıdır. Növbəti tapşırığı veririk. Səsli mesaj köməyi ilə qurduğumuz xəbər saytının görünüşü hazırda belə möhtəşəm səviyyədədir. İndi isə mən hər bir xəbərə daxil olduqda bu hissələrdə onu sosial şəbəkədə paylaşma ikonlarını görmək istəyirəm. Deməli, mən istirahət edirəm, sən isə ancaq işləməlisən. Daxil olursan mənim veb saytıma, hər bir xəbərin altında indi deyəcəklərimi edirsən. Çox səliqəli şəkildə xəbərin şəkli gələndən sonra və ya teksti bitəndən sonra sosial şəbəkələrin ikonkalarını paylaşırsan. Daha doğrusu göstərirsən. Yəni ki, bizim saytımızda xəbərə daxil olan bir şəxs bəyəndisə onu paylaşmaq istəsə, həmin o sosial şəbəkə ikonlarına klik edərək avtomatik öz sosial şəbəkəsində bizim xəbərin linkini paylaşa bilsin. Sən bu işləri görənə kimi də mən bu gözəl çəmənlikdə ayaq yalın gəzib enerji toplayıram. Ev ağaclarını budayacağam, bəzilərini də mişarlayacağam. İndi isə baxaq görək süni intellektimiz nə yaradıb. İlk öncə baxırıq Telegram mesajımıza. Deməli, mən istirahət edirəm, sən isə ancaq işləməlisən. Möhtəşəm. Bizə cavab veribdir ki, başa düşdüm, hər xəbərin altına sosial şəbəkə paylaşma düymələrini əlavə edirəm. 12:48-də biz ona mesajı göndərmişik. 12:50-də cəmisi 2 dəqiqə sonra o bizə belə bir sistem yaradır. Telegram, WhatsApp, Facebook, X, LinkedIn və linki kopyalama sisteminin hazır olduğunu deyir. Qaydırıq həmən məqaləmizə və gəlib səhifəni burada yeniləyirik. Baxırıq ki, voila. Bizim həmin o paylaşma sistemi artıq inteqrasiya edildi. Kənd həyatının həzzini tutaraq, kofemi içə-içə necə bir texnoloji layihə qurduğumun şahidi olursunuz. Və bugün mənim üçün bu şəraiti yaradan süni intellektin verdiyi imkanlardır. İndi isə sizin köməyinizə ehtiyacım var. Şərhlərdə mənə ideyalar verin. Nə kimi əlavə funksiyalar bu veb sayta biz daxil edə bilərik? Bərbər, proqramçı, restoran sahibi, avtoservis sahibi, rəssam, fərqi yoxdur hansı vəzifənin sahibisən. Sən öz gəlirini və fəaliyyətini 3-4 dəfə artıra bilərsən bu sistemlərlə. Şərhlərdə öz fəaliyyət sahəni yaz, mən də sənə ideyalarla kömək olaram. Nə kimi inteqrasiyalar bu süni intellektlə sənin işini daha yüksək səviyyəyə qaldıra bilər. Hər şey bir kənara. Aranızda bunun ümumiyyətlə nə olduğunu bilən varmı? Bilən varsa, zəhmət olmasa mənə də kömək olsun.